Hər vaxtınız xeyir olsun, hörmətli valideynlər və abituriyentlər. Bugün mən sizə 9-cu sinif imtahanları, sənəd qəbulu prosesi, eyni zamanda kollecə qəbul qaydaları və digər proseslər haqqında ətraflı məlumat verməyə çalışacağam. Zəhmət olmasa bu videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayaq. Çünki mənim çəkdiyim ətraflı videoları demək olar ki, bir çox təhsil səhifələri çəkmir. Yəni sadəcə qısa lakonik danışmaqla, buraya nömrə yerləşdirməklə olmur. Mən sizə ətraflı şəkildə məlumat verməyə çalışacağam. Belə ki, 9 illik üzrə 1-ci zona imtahanı 5 aprel tarixində həyata keçiriləcək. 2-ci zona imtahanı 12 aprel tarixində həyata keçiriləcək. 3-cü zona üzrə isə imtahan 26 aprel tarixində həyata keçiriləcək. Bu 3 zona üzrə, yəni müvafiq rayonlar və şəhərlər üzrə abituriyentlər imtahanlarda iştirak edəcəklər. Kollecə qəbul olmaq istəyən abituriyentlər mütləq fevral ayının 18-dən mart ayının 5-nə qədər olacaq sənəd qəbulu prosesində iştirak etməlidir. Əgər bu sənəd qəbulunda iştirak etməsəniz, siz nə qədər topladığınız baldan asılı olmayaraq kollec müsabiqəsində, yəni kollec ixtisas seçimində iştirak edə bilməyəcəksiniz. Yəni bu sənəd qəbulu mütləqdir. Eyni zamanda əvvəlki illərdə bitirib 9 illik üzrə imtahan verən məzunlar üçün isə imtahan 17 may tarixində həyata keçiriləcək. Yəni məzundur, 9 illik üzrə imtahan vermək istəyir. Həmən məzunlar da eyni zamanda 18 fevral 5 mart tarixində sənəd qəbulu prosesində iştirak edəcək və 17 may tarixində imtahanda iştirak edəcək. Belə ki, sənəd qəbulu prosesi, hansı ki orada şəxsi kabinet yaradılır, elektron ərizə doldurulur və təsdiq olunur. Bunun üçün birbaşa mənimlə əlaqə saxlaya bilərsiniz. Bütün təhsil xidmətlərinə köməklik göstərilir. Eyni zamanda ixtisas seçimi haqqında da məlumat verim ki, Azərbaycan dili müsabiqə şərtinə uyğun olaraq 20 bal limitini keçməlisiniz. Riyaziyyat fənni üzrə isə 10 bal limitini keçməlisiniz. Bu limitləri aşmayan şagird ixtisas seçimində iştirak edə bilmir. İstisna qabiliyyət tələb edən ixtisaslara şamil olunmur bu qayda. Hər birinizə uğurlar arzulayıram.